Sizdəmi indiki bitmiş zamanı necə tapa biləcəyinizi bilmirsiniz? Bilmirsinizsə elə bu videonu izləyin. Əgər indiki bitmiş zamanı tapa bilmirsinizsə, onun zaman zərflərini yoxlaya bilərsiniz. Zaman zərflərini nə deyə bilərik? For, since, already, yet, ever, never, for ages, recently. Əgər siz də bunlar haqqında ətraflı məlumat almaq istəyirsinizsə, yəni əsas sizə olacağınız bu 4 dənədir. Digərləri də lazımdır. Digərləri üçün ətraflı bir video çəkəcəm. Əgər siz də bunlar for, since, already, yet haqqında məlumat almaq istəyirsinizsə, shorts bölməsinə qoyduğum videonu izləyin.